big day. It's Premier League. Bugün Arsenal efsane Messi'nin sözlerine başlamak istedim. It's Champions of Life. Champions of Life. Böyük bir sezon geride kaldı. Çok ağır bir sezon geride kaldı. İnanılmaz təzyiqlər var idi. Azarkeşlər tərəfindən, jurnalistlər tərəfindən, haterlər tərəfindən. Amma ona baxmayaraq Arsenal yekunda çempion oldu. 22 illik həsrətinə son qoydu. Bugün Selhurst Parkda Arsenal Premier Liga kubokunu qaldıracaq başı üzərində və 14-cü Premier Ligasını qazanacaq. Maçda videolarda sona çatır bu arada. Eğer kimisə xətrən deyibsə maçda videolarım, onlardan üzr istəyirəm. Bu sadəcə samoironiyadır. Zarafat tipli çəkilmiş videolar çoxlar. Ümumiyyətlə maçda videolarını ciddiyə almayın. Həmişə canlı yayımda deyirəm, fürsət düşmüşkən videoda da deyim. Bugün gözəl gündür, bugün inanılmaz gündür. Bugün axır ki Premier Liga kubokunu gözümüzlə görəcəyik və sonda mayın 30-da Declan Rice'ın sözlərindən bitirmək istəyirəm. It's not done. It's not done. Come on boys, come on Arsenal. Come on!